Bugün, yəni sentyabrın 26-sı gündüz saatlarından etibarən ölkə ərazisində hava şəraiti kəskin dəyişib. Belə ki, Bakıda və Abşeron yarımadasında və bir çox rayonlarda güclü şimal-qərb küləyi əsir. Bəzi rayonlarda isə güclü yağış yağır, ara bir intensiv leysan xarakterli olur. Məlumata görə hazırda Naxçıvan, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Samux, Tərtər, Ağdam, Ağdərə, Xankəndi, Şuşa, Xocavənd, Qubadlı, Ağcabədi, Salyan, Sabirabad, Saatlı, Ucar, Bərdə, Ağdaş, Zərdab, Kürdəmir, Beyləqan, Yevlax, İmişli, Şabran, Sabirabad, Qaxsa-Qatala, Balakən, Şəki, Şamaxı, Oğuz, Qəbələ, Quba, Xaçmaz, İsmayıllı, Ağsu, Göyçay, Şirvan, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astarada güclü şimal-qərb küləyi əsir. Küləyin sürəti bəzi yerlərdə saniyədə 20 metrə çatır. Bakıda və Abşeronda, eləcə də Xızı, Siyəzən, Qusar, Neftçala, Hacıqabul, Mingəçevir, Daşkəsən, Qobustan, Gəncə, Naftalan və Goranboyda da şimal-qərb küləyi əsir. Küləyin sürəti bəzi yerlərdə saniyədə 28 metrə qədər güclənir. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, güclü külək və qeyri-sabit hava şəraiti sentyabrın 28-i səhərə qədər davam edəcək. Nazirlik qeyri-sabit havada əhalini ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır.